Səidə bəy Qəşəfirad deyir, nədir? Nəyə qonan milçək. Bunlardan uzaq dur, ay bala, sən ayıbdır, sənin gözəl ailən var, gözəl. Sənin həyat yoldaşının əlinə su tökməyə yaramır bu cür küçə müğənniləri. Ayıb deyil, sən o... Bəli, kişinin qeyrətini də qoruyaram, o yana da keçərəm. Və biz nədən ötürü lazımıq? Bəs mən yalandan demədim ki, əri gəzən xanımların, əri müğənnilərlə gəzən xanımların hüquqları müdafiə komitəsinin sədriyəm. Bunu da sizin sayənizdə. Bunu legal deyil, qeyri-legaldır, belə. Necə ki, xalqın artistiyəm, rəsmi olmasam da, inşallah o da olar. Olmasa da olar, eyb yoxdur, əsas odur ki, xalqın artistiyəm. İstəsəm ola da bilərdim xalq artisti. Gedərdim, xidmət eləyərdim, qazancı zadı geri qoyardım, gedərdim, belə deyim. İndi bizə niyə versinlər ki, özümüz üçün ninnəni oxuyub pullarını varlanırıq, gəlib toyunuzda oxuyub pul qazanırıq. Biz niyə ad istəməliyik ki? Bizə düşmür o ad. Toy oxuyan müğənnilər, varlanan müğənnilərə ad düşmür. Kim ki gedib dövləti təmsil edir xarici ölkələrdə, işini gücünü qırağa qoyur, qazancından olur. Onlara düşür. Bax, hinduşka ilə kruşkanı salmayın. Bu da belə. Həftədə bir dəfə danışıram, peçat danışıram. Nə deyirlər? O kişi bilirsiniz, içəndən sonra olur, üzr istəyirəm, o da deyir, mən həmişə deyir, təhqir edir, eləməsin. Təhqir eləmirəm, mən obrazdan danışıram, tək o kişidən danışmıram. Dostlar, bu kişi xeylaxlarında belə bir xüsusiyyət var. 50 qram içəndən sonra olur, süləyit. Bəzi kişilərdə. Pullu alkaş. Süləyit. Efiri də yandıranda, bütün gün efirdə də kimdir? Bu. Buna da nə lazımdır? Pul. Allaha and olsun, o kişidə 1 qram vid varsa, onda mən, dünyanın ən gözəl qızı kimdir? Afət Fərman qızı. Yəni, onda mən Monika Bellucci'yəm. O, Allah haqqı, bax, bildiyiniz pingvin də, boğaz yoxdur da, adama baxmışam da, qoyurlar da şəkillərini, baş çıxıb pramoy bədəninin, təhqir üçün demirəm, ha. Yəni, kişi elə meymundan biraz viddə olsa yaxşıdır, elə meymun oxşasa yaxşıdır. Amma gəlin etiraf eləyək ki, o kişidə yaraşığın y hərfi yoxdur da. Prosto pul özdə əl açıq adamıymış. Belə paçkadan açır verir, paçkadan... Özdə ki, halal qazanan pulu vermək olmur, dostlar. İndi insan da bəxti gətiribdir. Bəzən də hamısını ayrı eləmirəm. Bu Rusiyada yaşayan Azərbaycanlılar Kitaydan gələn meyvələri atırlar. Bunu da deyirəm, ha, biləsiniz. Xarici millətə atırlar. O halal qazanılan pulu vermək olmur. Mən işin içindəyəm. Pulu nətər qazanırlar? Ya özün o boyda pul sahibi olmaq üçün parnik əkməlisən. Parnikin olmalıdır. Parnikin yoxdursa, durduğun yerdə varlanırsansa, o boyda pulları da belə paçka-paçka verə bilirsənsə, o pulu nətər? Bu yaxında mən şahid oldum. Avropadan mal gətirdirlər, pulunu verirlər. 5 dəfə pulunu verirlər, 6-cıda atırlar. 6-cıda Avropaya atırlar kamazlarla. O yüdanə uzunluqda kamazlardır. Elə bilin ki, birdən 50 milyon dollar atırlar. Əvvəl 10 milyonluq gətirdirlər, verirlər. Sonra 20 milyon, belə-belə etibar qazanırlar. Yo, belədir. Mən gedən söhbətlərdən qulaq şahid olmuşam. Allah haqqı, Rusiyada birdən-birə keşşəyin arpasını bölə bilməyən, orta məktəbi 2 ilə qutaramayan oğlanlar durduğu yerdə varlana bilməz. O cür varlanırlar. Cəmaət əlli ilkülük vurur, birdən evi güclə düzəldir. Nə danışırsınız? Birdən-birə filankəs milyarder oldu. Sən dedim, mən dedim, özüm gördüm də nətər varlandılar. O pulları da bu müğənnilərə səpməyə nə var ki, belə bir paçka deyib 5'in verər. Bəli, çıxsın, desin mən bax, Liboy o işlə varlanan, mən hamısını demirəm. Kim parniki varsa, nə orta səviyyədə də, müğənnilərə də paçka buraxmırsa, o özlərinin qazancıdır, bax. Amma müğənnilərə paçka pul verənlər, biləsiz, hamısı xaricdən, Avropadan 1 dəfə, 5 dəfə, 10 dəfə mal gətirdirlər, pulları verirlər, daveriyanı qazanırlar. Sonra birdən şeyi qaldırırlar, qiyməti getdikcə, yığılanda, bir də üzr istəyirəm. Hə, yaxşı, baş üstə bildim. Oldu baş üstə komandir. Elə dəyişirdim. Keçək indi show biznes xəbərlərinə. Rəhbərlik işarə verdi ki, temanı dəyiş, bəsindir. Baş üstə. Gözüm üstə. Sonra ay aman, hamı yazır, düz deyirsən.
Səidə xanımın danışığı ilə razı olanlar neçə nəfərik? Videosuna baxaq. Baxırsınız videosuna. Səidə xanım deyir ki, Səidə xanım gəlin görək nə deyir. Ya bugün Azərbaycan televiziyası bir doğan içmilçəyi qızlardan danışmalıdır və onu şan şöhrət kimi göstərib. Bu yaxşı bir əməldir. Ay gələcək nəsil, gedin bicləri doğun və sizi almışlayan və o aparıcılar onlara pul verib, onları təriflətdirən tüpürüm sizin şərəfinizə. Niyə çıxıb danışmırsınız? Niyə müdafiə eləmişsiniz Azərbaycan musiqisini? Xalq artistləri. Afət bu söhbəti bir il əvvəl eləyəndə məni ağıyıb qara sərirdiniz. Xoşbəxtsinizsə, mən diyetadayam, oruç tuturam, həm də diyetadayam. İndi əgər diyeta üçün oruç tutmaq sayılmırsa, qoy sayılmasın, eybi yoxdur. Ya zəlzələdən, ya vəlvələdən arıqlamaq istəyirəm. Arıqlamaq üçün də canlı açıb sizinlə başımı qatıram. Çöl qardır. Ona görə oruçluq aydı, toy yoxdur. Sabahdan başlayır, 3 yeni mahnı oxuyacağım. Yaradıcılığımla bağlı bunu da deyim. Xalq da deyir ki, düppədüz deyirsən. Bəs mən bir il bundan əvvəl deyəndə, niyə onda məni topa qoyub atırdınız? Mən o vaxtdan baxışı beləyəm. Mən bir əsr əvvəldən danışdıqlarım bir neçə il sonra gəlir yerini tutur. Vaxt gələcək, Pənşeş mahnıma görə mən ölüb gedəndən sonra mənə heykəl qoyasınız. İndidən bilinir bu qızın qədrini. Valla. Deyəcəksiniz ki, Nəsimini qəzəli bilməyənlərə əzbərrətdi. Nəsimini sevdirdi, tanıtdı. Nəsimini ziyalı adamlar tanıyırdı. Ziyalı olmayanlar tanımırdı. Sizin qəbul elədiyiniz janrda sizə sevdirdim, tanıtdım, oxutdum, mənimlə bərabər qəzəl əzbərrətdim. Küçə sözlərinə oxumadım. Sevdiyimdən Nəsimini müraciət elədim. İndi mən onu bir dənə akademik əsərə quraşdırıb oxusaydım, Allah hamd olsun. O da oxudu da Sami Yusif. Harda əzbərlədiniz ki? Sami Yusifdən məndən əvvəl oxusaydı, heç valla ona da əhəmiyyət verməyəcəksiniz. Məndən sonra o da gündəmə gəldi. Məndən sonra. Hamısı məndən sonra oldu. Çox sağ olun, çox sağ olun. Gözəl sözlərinizə görə. Səidə xanım məni kimi dəli dolu qızdır. Danışdıqlarında da hamı yazır ki, düppədüzdür. Bilirsiniz, bəzi aparıcılar reyting xətrinə məcburdur. Məsələn, reyting verməsə veriliş, məcburdular bağlasınlar verilişi. Bağlanmasın da deyə məcburdular bu cür janglyorluqlar orada göstərilsin, bu cür. Amma ki, bəli, Səidə xanım nə deyir ki? Deyir ki, sizin əlinizdən deyir, mən efirə çıxmıram. Mən də çıxmıram. Gələndə də çıxmayacağım. Bir-iki efirə çıxacağım, demişəm də. Həmən Zaur, bir də indi Yalçın dostumdur. O vaxt incimişdim. Bir də Yalçının verilişinə. Başqa efirlərə çıxmayacağım. Mənim efirim budur. Mənim efirim ola. Mən niyə reytingimi başqa efirə verməliyəm? Belə. Adam deyir, televizora baxa bilmir evdə. Bəli. Ay balam, bəylə toy elədi, bəysiz toy elədi. Səidə çıxıb, kiminsə ailəsini gözü yaşlı qoyub orada ortaya uşaq çıxardıb demir ki, ərim mənimdir, filan kəsin arvad da yana qalsın. Mən o qızda görməmişəm. Bircə dəfə o özü də orada etiraf edir ki, verilişdə bilməyərəkdən koftanın açılmağı, o da hər bir müğənninin başına gələ bilər. Bu bir doğanın biri Tverdə toyda olanda paltar düşür aşağı, sinə qalır çöldə. Evyəs deyir, ged əyninə paltar geyinir. Təzdən gedir, əyninə ayrı paltar geyinir. Prosta o efirdə olmur deyə, onu görən yoxdur. Onu orada 400 nəfər görür. Ülviyə evli kişi sevirəm mahnısı oxuyanda niyə tənqid eləmədiniz? Ülviyə mahnı yazan deyil, nə də şairə deyil. Ülviyə yazılıb ona veriləni oxuyub ki, siz bu gün onu tənqid eləyəsiniz, gündəmdə qala. Və əgər efir qayda qanununa ziddirsə, qoymasınlar efirə. Bəs bədii şura nədən ötürüdür? Biz çox mahnı oxuya bilər. Məsələn, mən bir mahnı oxumuşdum özüm üçün. TikTok üçün. Haqlı düz yolu seçər, haqsız olan and içər, it hürər karvan keçər, mənim vecimə deyil. Mən bunu efir üçün oxumamışam. Efirlik mahnı ayrıdır, TikTokluq ayrıdır. Mən bunu hara efirə gedirəm, aparıcılar deyir oxu. Hansı efirdə oxumuşamsa aparıcı istəyib oxumuşam, özüm oxumamışam. Biləsiz. Bir də bir-iki toyda
Məsələn, buradan salamlayıram Moskvada yaşayan elə Fikrət müəllim. Bizim musiqiçilərin də dostudur. Bir neçə toylarını mənə verib, mən oxumuşam. Bacısı ilə qarşı-qarşıya o mahnıya oynayırlar, sevirlər. Sonra Rostovda bir Təranə xanım idi, deyəsən xanımın adı. Səhifəmdə də paylaşmışam bu mahnını. Biraz öncəyə getsəz görərsiniz. Özləri istəyir. Mən onu toy üçün də oxumamışam. Mən onu TikTok üçün, öz izləyicilərim üçün ki, kiməsə belə bir kimisə vecinizə qoymayanda mənim mahnımla bir dənə indi TikTok zamanıdır da, bir dənə video çəkin qoyun. Amma insanlar var ki, deyir mən istəyirəm, oxu mənim toyumda. Mən onu gəlin görək gündəlik yapardığım toyda oxuyuram mı? Yox. Qaraböcək də oxuyub biliyorum evlisin, səni bekliyor. Hə, yəni türklərdə də olub elə mahnı. Yəni o mahnını Ülviyə yazmayıb. Ülviyəni mən çox istəyirəm, mərd qızdır və Ülviyə orada hərdən yazırsınız şəxsi həyatından da. Ülviyə demir ki, yaxşı eləmişəm. Şəxsi həyata gələndə Ülviyə deyir, yaxşı eləməmişəm. Həm də Ülviyə o şəxsi məsələdə hər dəfə deyirəm, mən Ülviyənin vəkili zad deyiləm. Ülviyə də salam sağ ol ildə bir dəfə danışsaq böyük şeydir. Ülviyə çıxıb buradan getməyin də səbəbi o kişinin öz evinə dönməyi. Ki, çıxsın evinə dönsün. Lazım deyil dedi mənə. Əgər filan getdi, oturdu Azərbaycanda. Əslində Ülviyə burada otursa 3 bu oradakindən artıq qazanardı. Bunu mən deyirəm. Amma oturdu ki, bu problemlərdən uzaq olsun. İnsan səhv eləyər, elədiyi səhvdən nəticə çıxardı. Ülviyə çıxıb o kişinin ailəsini dağıtmadı, o kişinin arvadına demədi, yaxşı eləmişəm. İndi oldu, bitdi. O kişi də həmin vaxtı buna deyib subayam, bu da elə bilib subaydı. Bax, bu şeylər niyə danışıram? Hər dəfə yazırsınız, belə, niyə ondan mövzu? Mən heç kimin vəkili deyiləm. İnsan səhv eləyə bilər. Siz də səhv eləyə bilərsiniz. Səhvindən Ülviyə nəticə çıxardan qızdır və görün hansı nəticəni çıxartdı. Sankt Peterburqda yaşayırdı, çıxdı, Rusiyanı tərk elədi, getdi Azərbaycanda oturdu ki, ümumiyyətlə bu münasibətin M hərfi də qalmasın. Biləsiniz. Bax, budur söhbət. Sizin gedirəm mahnınız gözəldir. Gözəl gününüz olsun. İndi Ülviyə xanım ola bilər əsəbləşər mənim onun həyat haqqında danışmağımdan, amma əsəbləşsə də bu mənim verilişimdir. Verilişimin formatı belədir ki, gündəmdə olan məsələləri müzakirə edirəm sizinlə. Mən nə dindən başım çıxmır, danışmıram, nə siyasətdən başım çıxmır, danışmıram. Bircə budur ki, mənim devizim, biz dövlətimizi, mən dövlətimi, dövlətçiliyimi, vətənimi sevən insanım. Dünyanın harasında da əlimə mikrofonumu alıb oxusam, mən pulumu qazanacam. Yəni bunu mən kiməsə xoş, orada çünki belə danışan kimi yazırsınız. 72%, nə 72%? Mənim evim də buradadır, ərim də buradadır, işim də buradadır. Bir 10 ildə hələ burada yaşayacağım. 10 ildən də sonra da qoca arvad olacağım da. Mən ondan sonra, indən sonra nə edəcəm? Mən mikrofonumu alıb dünyanın harasında oxusam pulumu qazanasıyam. Mənim üçün maraqlı deyil heç bir məsələ. Sadəcə olaraq canlıda sizinlə niyə gəlmirəm ay canım? Ərimə sual verin, Mamedə sual verin ki, Afət niyə burada yoxdur oradadır? Sizin ananız dədənizi qoyub bura gəlir. Ərimin arvadıyımsa ərimin yanında olmayayım. Haçan qoyur, onsuz mən gedəmirəm. Ayrılanda onsuz gedirdim. Ona görə həftə 8, mən 9 yayda oradaydım. Ayrılmışdıq. Barışandan sonra mən onsuz addım atanmaram. Adıma deyərlər, bu ərdədirsə tullana ərini orada qoyub bura nəyə gəlib? Ərim də haçan gedəcəksə, həm də ki, sizə danışmışam, axı, indi oruçluqda bir 10 gün vaxt tapıb gələ bilərdik. Burada cinayət işi açdırmışıq Şərif o vəfaya, hər dəfə deyirəm. Sadəcə olaraq prosedur biraz uzandı, müəyyən etaplar oldu filan. Qoyun, işə düşsün, işimizin, çünki çağırılırıq axı, dəqiqədə bir çağırılırıq, izahat veririk, müəyyən məsələlər var. Ona görə buranı tərk edib heç yerə çıxanmırıq. Məsələn, isti ölkələr Dubaya getmək istəyirdik, gedə də bilmədik. Ona görə ki, hər an çağırılırıq, hər an çağırıla bilərik. Məsələ budur. Özünüz görəcəksiniz də, mən elə hər dəfə deyirəm, biraz təkrarçılıq kimi çıxır. Ona görə də azca dözüm, çox azca qaldı, çox az. Azca da səbir eləyin. Mən sizdən çox səbirsizlik eləyirəm. Dədəmin idarəsi deyil ki, deyim, ay dədə, nə oldu? Gözləyin də. Bu işlər beləymiş. Yəni, xüsusi tamlı məhkəmə ki, deyil ki, bu gün verəsən bir həftəyə 10 gün, 15 günə icraata götürülə. Yox. Burada ayrı etaplar var. Polis baxır bu işə. Tam iş tamamlanmalıdır ki, belə. Ona görə. Piyanada canlı ifa, bəli.
Sizdən ricam budur ki, ən çox hansı mahnını istəyirsinizsə, sizə 2-3 mahnı sayacağım. Onların içindən siz seçim eləyin. Çünki mən sizin fikri alanda hərə bir mahnı yazır, mən də qalıram belə. Son məktublar. Ayrılsak da mutluluk dilərim sana. Bunu. Sonra o vaxt oxumuşdum. Dağları duman alanda gözüm yollar. Ya bu Əsən Yellər. Son məktub Əsən Yellər. Sonra bəli, mən həm Rusiya vətəndaşıyam, həm Azərbaycan vətəndaşıyam. Bir də nə üçün səni bəs onu da bilmirəm. Son məktub, son məktub, son məktub. Əsən Yellər, fərq etmir, içi də gözəldir. Deyin hardadır, onu da oxumaq istəyirəm. Biraz riskli mahnıdır, çünki Böyük Niyaməddin Musayevdən sonra oxuyaram. Onu bir toyda çox da ürəyimcə olmadı o ifam. Ona görə ki, ilk dəfə idi ki, məndən istədilər, oxudum. Hətta səhifəmdə paylaşanda da baxarsınız. Yazdım ki, dostlar, ilk dəfə də oxuyuram. Əsas odur ki, istəyi geri çevirmədim. İnsan da gəlib ürəyindən keçir. Düzdür, mahnı sifariş edən insan çox razı qaldı. Hətta videoda da görürsünüz, gətirir, şabaş da verir. Əslində əvvəldən də şabaş vermişdi, sonra gətirir, dübarə bir də şabaş verir. Amma mənim bir müğənni kimi həmən o ilk dəfə də oxuyurdum deyə baxdım ki, sonra özümü izləyəndə gördüm bir-iki yerdə səhvlər var. İndi o səhvləri düzəldib təzədən oxuyacağam. Məsələn, sətrin birini 2 dəfə təkrar eləməli idim. Səhvim budur. Xariclik yoxdur qətiyyən. Bir də azca zil oxumalıydım. Mən onu ilk dəfə də oxuyurdum deyə bir ton aşağıdan oxudum. O mahnı da elə mahnıdır ki, onu biraz zildən oxumalısan. Əsən Yellər, fərq etmir, baş üstə. Qadınlar müharibə aparmırlar, ha canım. Deyir, müharibə aparmırlar. Qadınlar aparmırlar. Onu da bilmirəm, baş üstə. Fərəh xanımın söz söhbətinə canım. Səhv insan üçündür. Fərəh xanım elə bir xanımın qızıdır ki, onun anası kişi qeyrətli qızdır. Samirə xanım buradan salamlayıram. O burada Rusiyada da olanda haqqında yaxşı fikirlər qulağımıza gəlirdi. Ona görə də səhv eləyə bilər. Nəsə də insandır da, uşaqdır. Uşaq deyil Fərəh. Səhv də insan üçündür. Əsas odur ki, Fərəh çıxıb demir ki, yaxşı eləmişəm. Fərəh deyir ki, səhv eləmişəm. Özdə biz kimik ki, Fərəhin düzünü səhvin deyək? Mən kiməm? Ya o verilişlərdə danışanlar kimdir? Dövlət var, qanun var, qayda var. Səhvini düzünü qanun deyə bilər, səhvdimi düzdür. Biz kimik ki? O da mən sosial şəbəkədən sizinlə gördük ki, hamımız bir yerdə ki, cərimə yazıldı. Deməli, cəriməsini aldı insan. Mən düşünmürəm ki, Fərəh sabahları bir də təkrar eləsin. Çünki yenə deyirəm, ot kökü üstə bitər. Fərəhin anası yeganə müğənni xanımdır ki, utanmadan taksilik də elədi. Da gedib kimisə qabağında ağlayıb demədi ki, mənə kömək elə. O lazım gəlsə Samirə gedib daş da daşıyar, fəhləlik də eləyər. Yəni Samirə kişi kimi qızdır. Məni də ilk dəfə Rusiya Samirə xanım göndərib, buradan etiraf eləyirəm. İlk dəfə idi, hələ mən onda Moskvanın yolunu tanımırdım. Məni Yevrey məclisinə Samirə xanıma deyiblər, bir yaxşı oxuyan qız, tərbiyəli, əxlaqlı, yaxşı giyinən, əxlaqlı giyinən. Deyib Afət Fərman qızı. O da biz həmin günü bir toyda rastlaşmışdıq. Gecə ilə mənə zəng elədi ki, sənə zəng gələcək filan musiqiçi tərəfindən. Yəni, mən də gəldim ondan sonra elə Rusiya toylarında davamlı iştirak elədim. Bax belə. Ona görə də həmişə də ona təşəkkür edirəm öz ürəyimdə. İndi Allah'a şükür Samirə xanım bugün həriyə də yetir, pəriyə də yetir. Samirə xanımın qızının müdafiəyə ehtiyacı yoxdur. Mən bu danışdıqlarım deməli 2600-3000-ə qədər bəyə insanlar qalxdı. Hamı yazır, hə, əla, əla. Bir nəfər user adı ilə, fake profillə ağzına gələn yazır. Çünki istəyir ara qatsın. Mən provokasiya gedən insan deyiləm, dostlar. Çox sağ olun, var olun. O, bilirəm, 60 yaşında ağzı əri göz çaşın adamıdır. Cız eliri, yanır. Səidənin fikirləri ilə razısınızmı? Bəli. Bir mənalı razıyam. Bir mənalı. Baxmırsınız efirlərə, bəs mən nə edirəm? Mənim efirim budur. Mən bu dəqiqə Azərbaycanda da olsam efirə çıxası deyiləm. Çünki efirdə ancaq
vicdanların təbliğatı gedir. Başqa şey getmir. Hamısını demirəm ha. Bəzi efirlərdə baxın da, görün harda kimlər başda oturub, özdə orada oturdular. Məni kimi düz doğanı vicdana yem eləyirlər. Məsələn biri deyir, falan kəs gəlib səndən üzr istəsə bağışlayarsan, o da deyir, yox, heç az. Sən kimsən az? Sən kimsən, sənə o sual verilir ki, budur. Görün bizə hansı şeyləri verirlər. Bir qız sual verir birinə. Falan kəs səndən belə olmaz belə şeylər. Xalq da çaşır da, elə bilir ki, bu onu efirdən səsləndirirsə, deməli bu düzdür. Olmaz. Nənə olmadınız hələ. Nənəyəm. Sizin balaların kimin toylarını oxumuşamsa, hamısının uşaqları mənim nəvəm düşür. Ali təhsilim var, bəli. Ağzayarı göz çaşa, bəli. Sual verirlər ki, o səndən gəlib üzr istəsə, sən onu bağışlayarsan, heç vaxt. Az, hələ gör bir səni mən bağışlayıram mı? ...60 yaşında ağzayarı göz çaş, bic doğan. Çıxır efirdən əxlaq dərsi keçir. Rusiyada qonaq gəlim, var olun. Vallahi heç vaxt çatdıra bilmirəm. Və yuxudan indi qalxmışam, indi orucumu açacağım. Bu da qeybət deyil, deyəsiz. Qeybət qırırsan, oruç tutma. Bu qeybət zad deyil. Qeybət dalınca danışanda deyirlər. Bu üzünə danışırsansa, bu qeybət deyil. Afətlə üzünə. Bəli, 60 yaşında ağzı göz çaşa, bəli. Efirdə sual verdilər, dedilər ki, səndən izr istəsə, şükür, səni hələ bir sual verən adama deyirəm. Heç gör hələ onu düz doğan bağışlayır. Siz sənətinizlə məşğul olun. Azca qalıb dostlar. Mən sizdən hamınızdan üzr istəyirəm ki, sizi bu temalarla yordum. Çox az qalıb, çox az. Mən o insana qanunla elə bir toy tutacağım. Elə bir toy tutacağım. Çünki mən haqqam. Ola bilər, hansı yerlərisə gedər, kimlərsə, nə bilim, nəsə, o şeylərə toxunmuram. Ola bilər. Mən görürsünüz, o məsələ ilə bağlı aidiyyatı yerlərə də ağız açmadım. Niyə? İr işlərlə məşğuldular. Mən vecimə qoymuram ki, onun mən şikayət elədiyini. Qəti vecimə qoymuram. Vecimə qoysaydım, aidiyyatı qurumlara dəvədən də böyük fil var. Deyərəm ki, filan yerdə qanun pozulur. Mən işimi burada görəcəm, görəcəksiniz. Mən çünki burada yaşayıram. Haqqı, ədaləti də hələ ki göstərəcəm sizə. Baxarsınız. Eybi yoxdur. Son gülən ən gözəl güləndir. Bilirsiniz, bəzən insanı tırkalayırlar ki, az get filan kəsi də belə şikayət elə, az arxanda durmuşuq. Sənin arxanda duranları da bilirəm kimdir. Hələ hamısını bir şey eləmirəm. Faktlar qoyacağım. Faktlar. Onda həmən o adam qanunla, o adamın qanunla dərsi veriləndə, onda həmən onu tırkalayıb mənim üstümə göndərənlər var idi. Onlar onda ona kömək eləyəməyəcəklər. Onlar məni yığa bilərlər uzağı. Yığacaqlar ki, xahiş edirik, balaları var. Bu sözü də deyirəm, yığacaqlar məni. 2 nəfər yığacaq məni. Deyəcək ki, balası var, şikayətini geri götür. Amma mən onun telefonunu açmayacağım. Səidən canlıya qoşum. Mən sözümü dedim, Səidə xanımı salamlayıram. Səidə xanım həriyə də yetir, pəriyə də yetir. Mən Saratova inşallah toy olsun gələk. Hansı qanun canım? Mən qanuna zidd iş görməmişəm. Mən qanuna zidd iş görsəm, qanun var, qayda var. Baxdınız, gördünüz. Məni verə bilərlər məhkəməyə. Keçən dəfə də vermişdilər. Mən utdum, gördünüz. Mən haqqam. Mən nəyə səhv danışmışam? Məni təhqir və şər adı ilə məhkəməyə verə bilərlər. Mənim danışdığımın heç biri şər böhtan deyil. Hamısı faktdır. Fakt açandan böhtan olur ki, fakt. Mən danışdığımın hamısını sübut eləyə bilirəm. Hamısını. Sübut olunan şey faktdır. Böhtan deyil, şər deyil. Söhbət budur. Hə, təhqir. Haçanla təhqir olub demişəm ki, filan kəsin nəyinə şər atacağam. Özdə mən ayrı vəfanı nəzərdə tutmuşam. Bunlar götürüblər bu vəfa öz adına alıb gedib verib məhkəməyə. Lap olsun bu vəfa. Lap tutaq ki bu. Başın qaynaqdır da. Qaynaq deyil ki. Bunun harası təhqirdir ki? O vaxtda bu təhqir sayılmırdı. Faktdır bu. Sən özün reklam edirsən ki, saçımın qaynağına görə Nuranəyə təşəkkür edirəm.
Dişimin təzə dişlər qoydurmuşam. Elvinə təşəkkür edirəm. Sən burnumun əməliyyatına görə filan kəsə təşəkkür. Məsələn deyirəm, sən burnun əməliyyatdırsa, saçın qaynaqçı, mən də deyirəm nəyinə ali təhsil almayıbsansa, nəyinə mən qibtə eləyəcəm. Qurduğun ailəni də görməmişəm. Hansı ailə qurmusan ki, ona mən qibtə eləyim. İndi bunun harası təhqir oldu? Təhqirdirsə də təhqirdir də. Onda sənlə bağlı, ay Vəfa, bütün aparıcılar, bax, müsavatda Sevinç də danışdı, sənlə bağlı, Səidə də danışdı. Onlar niyə verənmədin onda məhkəməyə? Deməli, sənə Afətin toylarda qazandığı pul səni narahat edir ki, Afəti məhkəmə adı ilə gətirdim bura, stopunu qoydurum. Narahat olmamam, mənə lazım olanda mən gedirəm də, gəlirəm də. Hə, çünki mən həm də Rus vətəndaşıyam. Dediyim odur ki, sənin fikrin buydu ki, çünki Səidə ilə sənin danışan o aparıcılar var, Sevinç xanım, o birisi digərlər. Onlar Afət kimi gəlib burada toy oxuyub pul qazanmırlar. Sən amma sənin o fitva verənlərlə bir yerdə oturdun, fikirləşdin ki, bunu verək məhkəməyə. Məhkəmə də bir 4 ay, 5 ay çəkəcək, bu da toylarından olacaq. Toylara gedəməyəcək, Afətin dəvət aldığı toylar da mənə gələcək. Dostlar, burada ayının 1000 oyunu var, bir armudun başındadır. Burada toy davasıdır. Onun Vəfaya nə lazımdır ki, Afətimə? Göy orada məni tutasıdırlarmı ki? 148 şeyə görə, təhqirə görə, hətta sübuta da yetirilsə, bunu da deyirəm, ha, amnistiya çıxıbdır. Amnistiya. Hətta sübut olunsa ki, bu təhqirdir, tutaq ki, amnistiyadır. Yəni, deməli, Afət burada... Sadəcə Afət 4 ay, 5 ay vaxt itirməlidir məhkəmələrdə. 4 ay, 5 ay vaxt itirəndə də mən burada nə qədər pulumdan oluram. Ona görə keçəl suya getməz, ağıllı ol. Sən hələ gəl mənim burada açdırdığım cinayət işinə bir cavab ver. Ondan sonra mən gəlib sənin açdırdığına cavab verərəm. Bax, söhbət budur. Mən savadlı insanam, mən savadsız adamın toruna düşmərəm, dostlar. Birinci o vaxt ki, məhkəmədə də özünüz gördünüz də, mənə 100 adam da verə bilər məhkəməyə. Amma ki, mən getdim, uddum, qalib oldum. Boş-boş danışmıram. Savadlı adamlar bilir mən nə danışıram. Hə, mən də belə həqiqətən belə kimlərəsə lazım olsa aidiyyat yerlərə. Ora belə fərqi yoxdur, mübadilə müqaviləsi var. Elə sıraz tutub aparardılar. Mən gündə hər gün özünüz görmürsünüz haralardayım. Yerim bəlli, yurdum bəlli. Afət kiməsə lazımdırsa, həmən dəqiqə aparırlar. Bura Avropa deyil ki, deyəsiniz ki, filankəsi söydəyi orada qaldı. Yadınızda saxlayın, haqq var, hüquq var. Heç kimin başı üçün deyil, qanunun əleyhinə getsin. Şah qanun deyil, qanun şahdır. Bu da belə. Bu deyil, bax, savadlı adamlar deyil, tez-tez zəng gəlir. Yox, savadsız adamı tırqa eləyib yoldan çıxartmaq olur. Deyirlər ki, sən belə elə, elə elə. Mən də deyirəm ki, səni tırqalayan adam sənə səhv yol göstərib. Sən mənimlə... Ay. Yaxşı dostlar, zəng gəlir vacib toy sahiblərdir. Öpürəm sizi, özünüzdən müayət olun.